Salam əziz şagirdlər və videonu izləyən valideynlər, hər biriniz xoş gördüm kanalımda. Bugündən etibarən 4-cü sinif Azərbaycan dərsliyinin 2-ci hissəsindəki tapşırıqları həll edəcəyik. Gəlin baxaq. Biz 4 bölmə 1-ci hissədə keçmişdik. 4 bölmədə indi 2-ci hissədə keçəcəyik. Mündəriccət bölməsində birincilər ilk və ən. Sonra tarix şəxsiyyətlər, elmi fantastika, ixtiralar və kəşflər. Burada da mövzularımızdır və dil qaydalarımızdır. Hər bölmədə bunlar keçəcək və səhifələrdə verilir. Deməli, ilk dərsimiz səhifə 6-dan başlayır. Birincilər, ilk və ən. A tapşırığında deyir ki, şəkillərlə məlumatları uyğunlaşdırın. Bu şəxslər haqqında bildiklərinizi danışın. Yaxşı, gəlin baxaq. İlk dəfə olaraq musiqdə not sistemi yaratıb. Biz bu dərsi keçmişdik. Bu musiqi not sistemi yaratıb. Özdə birinci hissəsində keçmişdik. Buna uyğundur. A buna uyğundur. Yazaq A. Sonra ilk olaraq ayın səthinə enib. Neil Armstrong. B. Sonra ilk dəfə kosmosa səyahət edib. C. Yuri Gagarin. Və ilk dəfə 0 rəqəmindən istifadə edib Əl-Xarəzmi. Bu da D. Deməli, bu formada uyğunlaşdırıb bu şəxslər haqqında bildiklərimizi daşıyır. İlk öncə hər birinin yaşadığı illərə baxaq. Yuri Gagarin 1934, 1968, Rezigivdo 992, 1050, Əl-Xarəzmi 788-50, Neil Armstrong 1930, 2012. Yaxşı. Və uşaqlar, bunlar haqqında bildiklərimizi danışmalıyıq. Deməli, Yuri Gagarin ilk olaraq kosmosa səyahət edib. O, Rusiyada yaşayıb. Biz bu dərsi birinci hissədə keçmişdik. Neil Armstrong haqqında da məlumatlar öyrənə bilərsiniz. Biz bu dərsi Yuri Gagarin dərsliyində kiçik bir cümlədə eşitmişdik. Rezigivdo deməli ilk dəfə donutundan istifadə eləyib, not sistemi yaratıb. Əl-Xarəzmidəki ilk dəfə 0 rəqəmindən istifadə edib. Sonra hər hansı bir ədədləri, məsələn 3-lə 1-i yan-yana qoyub bir ədəd alındırıb, 2 rəqəmli bir ədəd alındırıb. B tapşırığında deyir ki, sinifdə hansı uşaqlar birincidirlər? Kim mətnləri hamıdan tez oxuyur, kim məsələləri hamıdan tez həll edir, kim hamıdan sürətli qaçır? Bu sualları uşaqlar siz özünüz arasında həll edəcəksiniz, sinifinizlə bağlıdır. Müzakirə var C tapşırığında. Aşağıdakı suallar tərəfində düşünün və müzakirə aparın. İstənilən sahədə birinci olma cəhd edirsinizmi? Nə üçün? Sizcə birinci olmaq insanda hansı hissləri yaradır? Birincilik insan xarakterine necə təsir göstərir? Sizcə birinci olmaq üçün insana hansı keyfiyyətlər lazımdır? Bu suallarda eyni sizin sinifinizlə bağlıdır. Keçirik səhifə 7-yə, qruplarda işdir. Bunlardakiler haqqında məlumatları oxuyun. Bu uşaqlarla müsahibə üçün suallar hazırlayın. Müsahibəni səhnələşdirin. İndi biz müsahibəni səhnələşdirə bilməyəcəyik. Sadəcə suallar hazırlaya bilərik. Gəlin oxuyaq. Sinifdən Narxibova. Müşahidələrə görə insanlar bir səhifəni 2 dəqiqəyə oxuyurlar. Lakin çox sürətlə oxuya bilən adamlar da var. Moskvalı məktəbli Sinifdən Narxibova bu sahədə dünya rekorduna imza atıb. O, sürətlə oxu üzrə keçirilən müsabiqədə 2 dəqiqəyə 48 səhifə oxuyur və oxuduğu mətn üzrə verilən 10 sualdan 9-unu düzgün cavablandırır. Burada da onun şəkli verilir və sertifikatı verilir. Burada da Laurence Simons. Belçikalı Laurence Simons dünyada ən gənc universitet məzunudur. O 4 yaşında məktəbə getmiş, cəmi 4 ilə orta məktəbi bitirmişdir və universitetə daxil olmuşdur. 2021-ci ildə 11 yaşında universitetə bitirən Lauren hazırda tibb sahəsində elmi araşdırmalarını davam etdirir. O, süni insan orqanları yaratma arzusundadır. Gənc alim Lego yığmağı və fantastik filmlərə baxmağı sevir. Bu da
Onun şəkli rəsmidir. İndi Ruslan Səfərov. Azərbaycanlı Ruslan Səfərov 1 yaşında hərfləri və rəqəmləri öyrənib. 2 yaşında yazmağı, oxumağı bacarıb sadə təllikləri həll edirdi. Ruslan 6 rəqəmli ədədlər üzərində şifahi hesablamalar aparır. Buna görə də onu kalkulyator oğlan adlandırırlar. Qeyri-adi istedadına görə bu vunderkind oğlanı dünyanın bir çox ölkələrinin televiziya verilişlərinə dəvət edirlər. Bu da Ritay Əlnəzmidir. Səudiyyə Ərəbistandan olan Ritay Əlnəzminin adı ən gənc yazıcı kimi rekordlar kitabına düşüb. 12 yaşlı bu qız iri həcmli kitab yazır. Onun dediyinə görə öz fikirlərini dünyadakı yaşıdları ilə bölüşmək qərarına gəlib. Ritay əsər yazmaq istəyən hər kəsə yardım etməyə hazır olduğunu bildirib. Hazırda 3-cü kitab üzərində işləyir. Siz uşaqlar indi qruplara ayrılacaqsınız. Elə bir qrup əsasında eləyəcəksiniz. İndi mən də bir qrup üzrə eləmişdim. İndi bunları oxuyaq. Uşaqlar, bu bir nümunədir. Salam Svetlana. Sürətli oxu nədir? Hansı oxu sürətli hesab olunur? Salam. Üzündən çox tez oxumaq sürətli oxu deyil. Sürətli oxu cəld oxumaqla bərabər həm də oxuduğunu anlamaqdır. Necə oldu ki, sən də sürətli oxuya maraq yarandı? Bu maraq tam təsadüf nəticəsində yarandı. Bir gün atam mənə çox gözəl tərtibatı olan bir kitab aldı və dedi ki, tez oxusan sənə hər gün kitab alaram. Mən də belə kitablarım çox olsun deyə otağıma çəkilib oxumağa başladım. Bir neçə saat ərzində qalın bir kitabı oxuyub qurtardım. Atama yaxınlaşıb kitabı bitirdiyimi dedim. Atam çox təəccübləndi. Kitabı əlimə aldı, vərəqlədib mənə müxtəlif suallar verdi. Mən onun bütün suallarını cavablandırdım. O çox sevindi və dedi: Sən əsl vunderkindsən ki, o gündən daha sürətli oxuyum deyə öz üzərimdə işləməyə başladım. Nəticədə ona nail oldum ki, başqaları 2 dəqiqəyə bir səhifə oxuduğu halda sən 2 dəqiqəyə 48 səhifə oxudun. Bəli, eyni zamanda 2 dəqiqə ərzində oxuduqlarımdan verilən 10 sualdan 9-unu cavablandırdım. Bu göstəriciyə görə adam Guinness rekorları kitabına düşdü. Afərin Svetlana, sənə uğurlar, təşəkkür edirəm. 2-ci qrup Loran Simosova. Loran, salam. Dünyanın ən gənc universitet məzunu olmaq necə bir hissdir? Salam. Orta məktəbdə, universitetdə də yoldaşlarım yaşca məndən böyük idilər. Ona görə də olacaq uşaqlar səhv yazma. Mənə münasibətləri çox yaxşı idi. Hamı mənimlə çox mehriban davranırdı. Yaşıdlarım ibtidai sinifdə oxuyanda mən universitetə daxil olmuşdum. Onlar 6-cı sinifdə olanda isə mən universiteti bitirdim. Buna çox sevinirəm. Bəs süni insan orqanı yaratma ideyası necə meydana gəldi? Mən loqo yığmaq xoşlayıram. Bir dəfə ürək, əl və digər insan orqanlarını yıxdım. Bu mənim çox xoşuma gəldi. Düşündüm ki, görəsən canlı insanı süni orqanla yaşatmaq olarmı? İdeya belə yarandı. Sən bunu yaradacağına əminsən? Əlbəttə, mütləq Loran, sənə uğurlar, təşəkkürlər. 3-cü qrup Ruslandır, Ruslan Səfərov. Salam Ruslan, necəsən? Salam, çox sağ olun. Əvvəlcə sənə təşəkkürümüzü bildiririk ki, Azərbaycanın adını ucaldırsan. Biz fəxr edirik ki, kalkulyator oğlan bizim həmyerlimiz Azərbaycanlıdır. Neçə yaşında riyaziyyatla maraqlanırsan? Minnətdaram. Lap körpə yaşlarımdan riyaziyyata marağım böyükdür. 2 yaşım olanda sadə təllikləri həll edirmişim. Bu işdə sənə kim dəstək olub? Atam və babam. Atam özü də riyaziyyatçıdır. Onlar mənimlə çox dərindən məşğul olublar. Riyaziyyatı mənə sevdiriblər. 6 rəqəmlər üzərində vurma, bölmə əməllərini şifahi şəkildə necə yerinə yetirsən. Özüm də bilmirəm, bu artıq vərdiş şanlığım alıb. Səni dünyanın bir çox televiziya verilişlərinə dəvət edirlər. O zaman hansı hissləri keçirirsən? Bir daha atamla və babamla qürur duyuram. Onlar sayəsində mən bu uğuru qazandım. Öz əzmkarlığın, çalışqanlığın da əsas şərtdir. Çox sağ ol. Səsin hər zaman zirvələrdən gəlsin Ruslar. Minnətdaram, çox sağ olun. 4-cü qrup Ritay Əlnəzminindir. Ritay, salam.
Necə oldu ki, əsər yazdım? Həmişə fikrimdə müxtəlif hadisələr canlanır. Hər hansı bir təbiət hadisəsi olsun, insanların münasibəti olsun, fərqi yoxdur. Mənə maraqlı görünən də onlar haqqında düşünürəm. Onları öz təxəyyülümə uyğun inkişaf etdirirəm. Sonra unutmamaq üçün kağıza köçürürəm. Beləcə gözləmədiyim bir əsər yaranır. Ən çox hansı janrda yazmağa həvəs göstərirsən? Fantastikanı çox sevirəm. Bu janrda yazmaq mənə zövq verir. Növbəti əsər nə haqda olacaq? Bu haqda danışmaq hələ tezdir. Açıqlamaq istəmirəm. Olsun, onda oxucu növbəti əsəri daha maraqlı gözləyəcək. Rita, oxucu kütləm varmı? Bəli, var. Xüsusilə öz yaşıdlarım çoxdur. Onlardan müxtəlif məktublar alıram. Bu münasibət məni daha da ruhlandırır. Çox gözəl Ritay, sənə müvəffəqiyyətlər. Təşəkkür edirəm. Uşaqlar, hər birimiz oxuduq deməli 4 qrupla da bağlı suallar qurduq. Siz də bunlardan birini eləyə bilərsiniz. Məsələn, mən sınıfdan arxivini eləmişdim. Söz boğçası var. Uşaqlar, bu kitabın arxa hissəsində var. Səhifə baxın, yəni göstərmişsə. Baxın, verilib format izahlılıq xətti. Gəlin həmin sözləri tapaq. Deməli, ilk sözümüz wunderkind idi. Wunderkind söz hissələrdən olacaq, çünki mən burada. Bu sonuncu sözdür. Yəni, həm şu an burada isimli, sifətli, feildi, frazoloji birləşmədə bunlar verilir. Wunderkind isimdir. Qeyri-adi qabiliyyəti, istedadı olan uşaq. Sonra olur cümləmiz. Aha, uşaq. İkinci sözümüz rekorddur. Mən kitabı yanıma aldım. Rekorddur. Yəni, rekorddakı ən yüksək nəticə deməkdir. Gəlin bunu da tapaq. Rekord. Uşaqlar, rekord buradadır. Müəyyən bir sahədə qeydə alınan ən yüksək nailiyyətdir. Sonraki sözümüz məzundur. Məzun hər hansı bir məktəbi bitirmiş. Məzun isimdir. Rekorddakı isimdir. Rekordda isimdir. Hər hansı bir məktəbi bitirmiş tələbə, şagird. Sonraki sözümüz fantastikdir. Sifətdir fantastik sözü. Gerçəkliyə uyğun olmayan xəyalidir. Sonra sünidir. Süni. Sifətdir. İnsan əli ilə düzəldilmiş, təbii olmayandır və orqandır. İsimdir. Canlı orqanizmlərdə bir və ya bir neçə vəzifəni yerinə yetirən hissə imza atmaqda frazoloji birləşmədir. Bir şeyin müəllifi olma fəaliyyəti ilə dönüş yaratmaq deməkdir. Geri qayıdaq mövzularımıza. Aha. İlk mövzumuz bununla bağlıydı. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun. Yeni dərs videolarda görüşərik. Hələlik.